Salam, hər vaxtınız xeyir olsun. Bugün sizə mən Emin Sultanzadə şahmat haqqında praktiki yolla məlumat vermək istəyirəm. Belə ki, şahmatda birinci onu demək lazımdır ki, ən yüksək pillə Qrasmeyster adlanır və gördüyünüz şahmat taxtasıdır ki, 64 xana olur. Bunun 32-si ağ, 32-si isə qara xanadan ibarətdir. 8 bizim rəqəmimiz, 8 hərfimiz olur ki, rəqəmlər şaqili, hərflər isə üfüqi şəkildədir. Və bir tərəfdən 16 fiqur olur ki, bunun 8-i gördüyümüz piyada fiqurudur ki, piyadalar ikinci sətirdə düzülür və bu 8 dənə biz piyadanı ikinci sətirdə düzürük. Ondan sonra A və H xanasında 2 top fiquru olur. Biri 2 ümumiyyətlə top fiquru olur. Biri A xanasında, oyunun başlanğıcı, biri H xanasında. 2 at fiquru olur. Biri B xanasında, B1-də, digəri J1 xanasında, C yazılı J1 deyirik. 2 filimiz olur ki, bunlar C1 xanasında və F1 xanasında və bir vəzirimiz D1 xanasında və bir şahımız olur ki, bu da Y1 xanasında olmalıdır. Və fiqurların gedişi haqqında məlumat vermək istəyirəm. İkinci sətirdə biz görürük ki, piyadalar düzülüb və piyadalar başlanğıcda bir xana, ümumiyyətlə piyadalar bir xana olmaqla irəliləyir. Yalnız başlanğıcda birdən-birə onlara 2 gediş etmək imkanı verilir. Rəqib fiqurunu isə diagonal çarpaz verirlər. Təsəvvür edək ki, rəqibdən də bu fiqur buradadır. Mən bura gəldimsə, rəqib artıq diagonal mənim fiqurumu vura bilər. Çünki rəqibin özündə də piyadadır. Və yaxud tutaq ki, mən buradaydım, rəqib də gəldi bura. Mən diagonal çarpaz vurub daşı götürə bilərəm. Yəni, qısacası piyadalar bir xana irəli, yalnız oyunun başlanğıcında 2 xana irəli gediş edə bilirlər. Rəqib fiqurunu isə diagonal çarpaz vururlar. Və yeganə fiqur piyadadır ki, heç bir halda geriyə hərəkət edə bilmir. Və piyadalar rəqibin son damasına çatdısa, bu dama şaşqı oyunda bildiyimiz kimi damkaya çevrilir. Yalnız piyadalar rəqibin son damasına çatdısa, özündən və şahdan başqa digər istənilən bir fiqura çevrilə bilər. Bu piyadalar haqqında qısa bir məlumat idi. İkinci gəlirik atlar haqqında. Atlar 2 xana irəli, təsəvvür edək ki, 2 xana irəli, bir xana sağa və ya sola hərəkət edir. Təxminən el hərfinə bənzər formada. Yeganə fiqur məhz atlardır ki, digər daşların üstündən tullanıb gediş edə bilir. Qarşısı açıq olsa da təbii ki, gediş edə bilir. Və yeganə fiquru yenə deyirik ki, atdır ki, digər daşların üstündən tullanıb gediş edə bilir. Belə bir vəziyyətdə biz əgər arxa daşlarda oynamaq istəyiriksə, yalnız atlar ilə oynaya bilərik. Yenə deyirik, yeganə fiqur atdır ki, digər daşlarsa tullanıb gediş edə bilirik. 2 xana irəli, 1 xana sağa və ya sola hərəkət edə bilərik. Üçüncü fiqurumuz isə fil fiqurudur. Fil fiquru, biz buradan piyadaları götürsək, qarşısını açsaq daha rahat hərəkət olacaq. Fil fiquru yalnız diagonal hərəkət edir. Təbii ki, qara xanada yerləşən fil fiquru yalnız qara xanalar üzrə, ağ xanada yerləşən fiqurlar isə yalnız ağ xanalar üzrə hərəkət edə bilər. Və fillər istədiyi qədər uzağa gedə bilər, heç bir zaman şaquli və yaxud üfüqi hərəkət edə bilməz. Rəqib fiqurunu da yalnız diagonal vura bilər. Növbəti fiqurumuz vəzir fiqurudur ki, vəzir fiquru D1 xana, oyunun başlanğıcında D1 xanasında yerləşməlidir dedik. Vəzir ən güclü fiqurdur və vəzir istədiyi qədər uzağa gedən və istənilən istiqamətə gedə bilən fiqurdur. Yəni, istənilən istiqamətə gedə bilər, istənilən qədər uzağa gedə bilər. Bu, yalnız bu iki funksiyanı birləşdirər, yalnız vəzir fiquru. Və vəzir 3 fiqurun top, fil və şahın gedişini özündə birləşdirib. Şah isə yalnız gördüyümüz fiqur şah fiqurudur ki, ağ şahda, qara şahda Y1 xanasında yerləşməlidir. Şah bir dam olmaqla
istənilən istiqamətə gedə bilər. İstənilən istiqamət nədir? Yəni düzünə gedə bilər, yəni şaquli gedə bilər, diaqonal gedə bilər, geriyə hərəkət eləyə bilər. Yalnız bir dama olmaqla istənilən istiqamətə gedə bilər və ən vacib fiqur şah figurudur. Belə ki, şahı itirsək, oyunu uduzmuş hesab olunurum. Vəzirlə şahın fərqli xüsusiyyəti budur ki, bəli, hər ikisi istənilən istiqamətə gedə bilər. Amma vəzir istənilən qədər uzağa gedə bilər. Şah isə yalnız bir dama olmaqla istənilən istiqamətə gedə bilər. Və sonda cəmləşdirsək, bir top fiqurunu deməliyəm. Top fiquru da A və H xanasında yerləşir və toplar yalnız şaquli və yaxud üfüqi hərəkət edə bilər. Plus işarəsinə oxşar. Toplar da istənilən qədər uzağa gedə bilər. Dedik ki, yeganə fiqur məhz piyada fiqurudur ki, heç bir halda geriyə hərəkət edə bilməz. Digər fiqurlar, bəli, geriyə də hərəkət edə bilər, eləcə də top da geriyə hərəkət edə bilər. Amma heç bir halda top diaqonal vura bilməz. Yalnız üfüqi və şaquli hərəkət edə bilər. Və bu daşların təbii ki, özünə məxsus bir dəyərləri var. Oyunun sonunda bu bir əhəmiyyət kəsb eləməsə də, belə ki, piyadalar bir xal verir. At və fil 3 xal verir. Bu ikisi heyvan figurudur. At və fil 3 xal verir. Toplar 5 xal, vəzir 9 xal, şah isə sonsuz dəyərə malikdir. Ümid edirəm ki, şahmatda bu məlumatlardan müəyyən qədər faydalanacaqsınız. Fiqurların gedişi, yerləşməsi haqqında əyani olaraq siz bunu görürsünüz. Yenə cəmləşdirsək, piyadalar deməli, ikinci sətirdə düzülür və piyadalar yalnız düzünə hərəkət edirlər. Yalnız başlanğıcda birdən-birə 2 gediş etmək imkanı var idi. Rəqib fiqurunu isə diaqonal çarpaz vururlar və heç bir halda geriyə hərəkət edə bilmirlər. Gəlirik digər toplar. Toplar yalnız şaquli və üfüqi hərəkət edə bilər. Tutaq ki, bu top 3 və A xanasındadır. Deməli, yalnız belə gedə bilər və yaxud yalnız üfüqi irəliləyə bilər. Atlar isə 2 xana, 2 xana irəli, 1 xana sağa və sola hərəkət edə bilər. Yeganə fiqur atlı ki, digər daşların üstündən tullanıb gediş edə bilər. Fillərdən danışırıqsa, fillər bir daha təkrarlayaq, yalnız diaqonal hərəkət edə bilər, istənilən qədər uzağa gedə bilər və heç bir halda üfüqi və şaquli vura bilməz. Bu halda top və fil bir tərs mütənasib təşkil edə, belə ki, topun elədiyini fil eləyə bilmir, yəni şaquli, üfüqi, fil vura bilmir. Filin elədiyi yalnız diaqonal vura biləcək isə top eləyə bilmir. D1 xanasında vəzir dedik. Vəzir istənilən istiqamətə, diaqonal, geriyə, düzünə, istənilən qədər uzağa gedə bilən fiqurdur. Özündə 3 top, fil və şahın gedişini özündə birləşib. Ən güclü fiqur vəzirdir. Şahlar isə, şahlardan danışırıq isə, şah Y1 xanasında olur və istənilən istiqamətə yalnız bir dam olmaqla irəliyə bilir. Ən vacib fiqur şahdır. Şahı itirsək, oyunu uduzmuş hesab olunuruq və şahmatda qalib gələn bir xal heçsə 0,5 xal, məğluba isə 0 xal verilir. Hal-hazırda məsələn şahımız ikinci xanada, Y xanasındadır. Mən istəsəm onu arxaya gətirərəm bir dam olmaqla, istəsəm yana gətirərəm, istəsəm diaqonal hərəkət etdirə bilərəm. Yəni şah istənilən istiqamətə yalnız bir dam olmaqla hərəkət edə bilər. Ümid edirəm ki, bu məlumatlardan faydalanacaqsınız. Diqqətiniz üçün çox sağ olun. Təşəkkür edirəm.